Qabaqçı videoda vətən və ya ana yurdun yalan olmağını biləcə açıqladım. Bu videoda şəhid və ya şəhadətin indiki olan anlamındakı yalanı biləcə açıqlayacağam. Bər əsası Quran bir fərdi ki, Tanrı yolunda və ya İslam yolunda ölür, biləsən şəhid deyirik. Dərhal ki, mütəəssifانه indi bütün dünyada, bütün ölkələrdə hər fərdi ki, bəmnəf'i o ölkənin dövləti ölür, biləsən şəhid deyirlər. Ki, bu iştibahdır. Bər əsası Quran bu Kore, bu dünya ki, indi biz onda yaşayırıq, yalandır, heçdir. Bər əsası Quran tənha zadı ki, mühümməti camiə bəşəriyyətdir. İrtiqai camiə bəşəriyyətdir. Leza əgər biz Quran mənzərindən baxsaq, bir fərdi ki, bir xas ideolojinin yolunda ölə ki, o ideoloji qərar ola camiə bəşəriyyətə, yox ahadi camiəyə, camiə bəşəriyyətə xeyr yetirə, o fərdə şəhid demək olar. Yox bir fərdi ki, vətən və ya torpaq yolunda ölür. Bir fərdi ki, öz mərdumu yolunda ölür. Bir fərdi ki, hətta deyək xanvadə yolunda ölür. Bir fərdi ki, bir ideoloji ki, camiəyə muzercidir, onun yolunda ölür. Ona, o fərdə şəhid demək olmaz və az lihazı elmi iştibahdır. Çünki kələmə şəhid əvvəl seri Quranda deyilibdir və bər əsası o meyarlar gərək meyar kələmə şəhidi nəzərdə alaq.